Ailəmizin 4-cü üzvünü qarşılamağa hazırlaşırıq. İkinci hissə. Allah övlad arzusu ilə yaşayan hər kəsə bu gözəl hissləri yaşamağı nəsib eləsin. Artıq əməliyyata 2 həftə qalmışdı və ilk olaraq əməliyyat paketi üçün analizləri verdim. Bu analizləri adətən əməliyyatdan təxminən 1 ay əvvəlki müddətdə vermək olar. Məndə ürəyin kardioqramması, qanun ümumi analizi və infeksiya müayinələri aparıldı. Daha sonra həm özüm, həm də oğlum üçün xəstəxana çantasını hazırladım. Oğlum üçün aldığım geyimlərin arasından ən balaca dəsti seçdim. Əslində özəl xəstəxanalarda uşağa lazım olan demək olar ki, hər şey təmin olunur. Mənim ilk təcrübəmdə də bu belə olmuşdu. Geyimlərdən tutmuş, butulka və soskaya qədər hər şeyi xəstəxana vermişdi. Mən isə sadəcə xəstəxanadan çıxarkən öz seçdiyim paltarı geyindirmək üçün bir dəst götürdüm. Hər ehtimala qarşı çantaya adyal, əski və pampers də əlavə elədim. Eyni zamanda ağız silmək üçün kiçik dəsmallar da yerləşdirdim. Özüm üçün isə pijama, diş pastası və fırçası, şampun, balzam, dodaq nəmləndiricisi və lazım olsa istifadə etmək üçün makiyaj ləvazimatlarımı hazırladım. Əməliyyatdan sonra mütləq istifadə edəcəyim perinatal bandajı da çantaya qoydum. Mən bu bandajdan hamiləliyin son günlərində də istifadə eləyirdim. Qarnımı daha yaxşı dəstəklədiyi üçün həm qamətimi qorumağa, həm də daha rahat hərəkət etməyimə kömək eləyirdi. Doğuşdan sonra da eyni məqsədlə istifadə eləyəcəm. Xəstəxana çıxışında geyinəcəyim paltar və ayaqqabını isə qırışmaması üçün evdə saxladım. Sonra isə həyat yoldaşım və qızımla birlikdə oğlumuzun beşiyini hazırladıq. Bu bizim üçün ən maraqlı anlardan biri idi. Beşiyini səliqəyə saldıq, yataq dəstini dəyişdik, balaca ədyalını yerləşdirdik. Kənarlarına isə yumşaq, qoruyucu yastıqlar qoyduq ki, inşallah bir neçə aydan sonra fırlanmağa başlayanda özünü əzməsin. Burada isə qızımın seçdiyi qapı bəzəyini asırıq və nəhayət 37-ci həftədə son nəzarət müayinəsinə getdim. Əgər həkiminiz sizi son müayinəyə çağırırsa, mütləq gedin. Digər hallarda isə bu sizin və həkiminizin qərarından asılıdır. Mən isə hər şeyin qaydasında olduğundan bir daha əmin olmaq üçün getmək istədim. Çox şükür, hər şey qaydasında idi. İndi isə geriyə yalnız bir şey qalır. Onu gözləmək.